Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Ala nebiyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Değerli qardaşlarım, değerli bacılarım, deyəndə ki, bütün elm tələbələri tək mən deyil, bu 1077 sifət, dəccal, kəzzəb, yalancı, Əlxan Musayev təkfirçidir, Azərbaycana təkfirçilik yayır, insanlar arasında nə qədər qardaşları azdırır. Bəziləri inanmırdılar. Baxın, bugün təkfirçilərin sualını necə cavab verib, necə məsələni fırladır. Çünki bu ət məsələsinə başladı ki, hər kəsin kəsdiyi əti yemək olmaz. Burada söhbət gedir Azərbaycan xalqından. Əlhəmdülillah, Azərbaycan xalqı müsəlmandır. Müsəlman yaşayan yerdə də soruşma ehtiyac yoxdur. Bunu bütün İslam alimləri buyurur. İstədiyin yerdən əti alıb yeyə bilərsən. Bu isə xavaric təkfirçilərin şübhəsi. Bilirsiniz də onlar Azərbaycan xalqını müşrik, kafir gördülər üçün deyirlər ki, xeyr, araşdırmadan kəsdiyi ətləri yemək olmaz. Bundan da əvvəl belə bir fitnə yaymışdı ki, araşdırmalısan deyə. Ondan sonra səsi ortaya çıxmış ki, Azərbaycan xalqı fitrə əhlidir. Yəni, Azərbaycan xalqı fitrə əhli oldu ki, Peyğəmbər gəlməyib, vəhiy gəlməyib. Yəni, hamısı hökmü bu dünyada kafirdir. Ahirətdə isə Allah onları imtihan edəcək. Bugün, baxın, bir suala neçə üzlü cavab verir. Yenə də insanları çaşdırır. Çünki bu insanın neçə dənə sifəti var. Xavaricdən oturan xavaric kimi danışır, təkfirçi kimi haqqı deyə bilmir. Çünki həm mənhəci batildir, həm də ki, həmişə əl yeri qoyur ki, xavariclər desin ki, buradan axı mən bunu qəsd eləmişəm. Bax, buna sual veriblər. Bu isə sualı yenə də fırladır, ət məsələsini gətirir müşrik kafirə. Subhanallah. Yəni, müşrik kafir deyəni kimi qəsd edirsən? Əgər nəsranilər, yahudilərin kəsdiyini onsuz da ki, yemək olar. Onların yeməyi halaldır. Quran-ı Kərim Maidə surəsi, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisi ki, Bismillah deyin, yeyin. Qaldı bəs kimlər? Müşrik, kafir kimə deyirsən? Söhbət burada kimlərdən gedir? Müsəlmanlardan gedir. Belə məsələlərdə, ey dəccal, açıq danışdı. Niyə insanlar azdırsan? Baxın, indi dinləyin, yaxşı. Başqa vaxt deyirsiniz, bəziləri, yox, bu yalandır, iftiradır və ya şəxsi məsələdir. Yəni, dinləyin, görün, nə danışır bu? Bismillah demək kifayətdir. Baxın. Bismillahirrahmanirrahim. Demək, qardaşlar sual göndəriblər ki, bəziləri deyirlər, qardaşlar yox, təkfirçilər göndərib. Təkfirçilərin sualların da doğru əqidə deyərək bütün insanlara sığırırsan cavabını. Bax, nə qədər bu insan vicdansızdır. Heyvanı kəsdikdə sadəcə Bismillah demək kifayətdir. Onun kim tərəfindən kəsildiyi əhəmiyyətli deyil. Yəni, hətta müşrik, kafir belə Bismillah tükəssə, o heyvan, o qurbanlıq qəbuldur. Baxın, deyir ki, hətta müşrik, kafir deyib kəssə, o qurbanlıq qəbuldur. Və müşrik, kafir qurban kəsir. Kimi qəsd etsən? Burada söhbət müsəlmanlardan gedir də. Baxın, başa düşürsə, bu müsəlmanları Azərbaycan xalqını kafir adlandırır. Əhl-i kitabın kəsdiyi bəllidir, Bismillah deyib yeyirik, dəlil sübut. Qaldı nə müsəlmanlar? Və bunlar da müsəlmanlara kafir deyirlər. Baxın, nə deyir? Kəsdiyi qurbanlıq. Burada, yəni başqa desə ki, sabah çıxıb, yox, mən buradan müşrik kafirdən hindusu qəsd edirəm, başqasını qəsd edirəm, bəyəm hindus qurban kəsir. Subhanallah. Görün, dili necə sürüşür, Allah da iç yüzünü çıxardır. Nə deyir alimlər? Dillər deyir, qəriblərin çömçəsidir. İçərdə olanları ortaya çıxarır. Baxın, necə insanlar azdırır, müşrik kafir. Belə məsələdə açıq-açıqdır. Müşrik kafir kimi qəsd edirsən? Əlbəttə ki, burada Azərbaycan xalqını qəsd edir. Çünki bundan da əvvəl bu məsələlərdə insanlar azdırmışdı. İnşallah o səsləri də sizə dinlətdirəcəm. Baxın, görün, nə deyir bu dəccal. Kim onu deyimsə, yəni, çox böyük səhvə yol verib. Niyə biz dəfələrlə demişik ki, kəsən adamın müsəlman olmasının şərt olmasına dair Əl-Maidə surəsinin... Biz dəfələr demişik, biz kim? İslam adından danışma. Müsəlman olması şərtdir. Bəli, hansı müsəlmandan söhbət gedir? Yəni, bunu kəsəndən sən danışırsan, müsəlman, hansı ki, bütün müsəlmanlara sən kafir deyirsən, müşrik deyirsən. Subhanallah. Yəni, müsəlman olmalıdır. Şərti kimdir? Axı, qurbanı kəsmir. Axı, hindus, başqası qurban kəsmir. Burada müsəlmandan söhbət gedir. Ümumi məsələləri, ümumi hökmü xüsusiləşdirir və bütün müsəlmanları kafir görür bu dəccal. Baxın, nə fırladır? 5-ci ayəsidir. Gedib oxuya bilərsiniz. Lakin ayədən əlavə məntiqlə istəyirəm sizə bir dəlil, yəni ağılla fikirləşəsiniz. Demək,
Bismillah demək ibadətdir. İbadətin qəbul olunması üçün də o ibadəti yerinə yetirən insanın müsəlman olması vacibdir. Onsuz da ki, əgər bu müşrik kafirdən sabah çıxıb desək ki, yox, mənim qəsdim başqa millətlər idi, misal üçün deyək ki, bir hindus başqası, onsuz da ola bismillah demirlər. Burada söhbət kimdən gedir? Müsəlmandan söhbət gedir. Bu isə bütün müsəlmanlar Azərbaycan xalqının təkfir, kafir gördüyü üçün, baxın təkfirçilər kimi danışır ki, müsəlman olmalıdır, müşrik kafirdir, yəni yemək olmaz. Özdə deyir ki, qurban kəsərsə. Qurban kəsən kim kəsir qurbanı? Müsəlman kəsir də. Bu isə bütün Azərbaycan xalqını kafir görür bu vicdansız. Baxın. Əgər adam müşrik kafirdirsə, ondan heç bir ibadət qəbul olmursa, o cümlədən də Bismillah deməsi. O müşrik kafir kimdir? Bir açıqla da. Əgər desən ki, o başqaları da onlar qurban kəsmirlər. Burada söhbət kimdən gedir? Müsəlmanlar. Gör necə təkfirçilər kimi cavab verir. Çünki bu təkfir edir Azərbaycan xalqını. İndi mən sizə səsini dinlətdirəcəm. Görəcəksiniz bu vicdansız necə alçaq insandır ki, Azərbaycan xalqını təkfir edir. Necə ola bilər ki, heyvanı kəsəndə Bismillah deyib kəsirsə, o Bismillah qəbul olur və heyvan halal sayılır. Subhanallah. Yəni, Azərbaycan xalqı, əlhamdülillah müsəlman xalqdır, Bismillah deyib kəsirsə, halaldır da. Niyə halal olmasın? Çünki bu, ətrafında olan işçilər bütün Azərbaycanı kafir görürlər, xalqı kafir görürlər. Özünüz bir düşünün. Hamısını Allah'a dua edib deyirəm Allah. Özünüz düşünün deyir. Nəyi düşünün özünüz? İnsanları azdırır, sonra hələ özünü göstərir ki, bu dua edir. İndi isə baxın bu insanın, bu öz səsidir. Baxın. Şübhə etdiyin bir yerə gəlirsən, alimlərin hamısı ittifak edib. Araşdırırsan, soruşursan. Alimlər hamısı ittifak edib, yalan danışır alimlərin adından. Baxın, gör nə deyir. Ki, bu kəsilən ət Bismillahla kəsilib yoxsa yox? Bu qaydadır. Bu 2 vur 2'dir. Müsəlman ölkəsində soruşulmur. 2 vur 2'dir. Nə danışır bu? Müsəlman ölkə, Azərbaycan xalqı müsəlman xalqıdır. Hamısını kəsdiyi əti yemək olar. Subhana. Bu isə deyir ki, yox, araşdırmalısan, soruşmalısan. Müsəlmandır yoxsa yox. Yəni, Azərbaycan xalqı təkfir edirlər, kafir görürlər. Hələ araşdırmalısan, bu müsəlmandır yoxsa yox. Subhanallah. Baxın, bunun səsi. 7 ay əvvəlki səsi bu vicdansızın. Başa düşmək lazımdır. Дважды 24. Bunu da bir gülmək üçün uşaqlar qoymuşlar bunun səsinin arxasına. Дважды 24. Yəni, görün, Allahın dininə nə oyun oynayır bu. İndi isə, baxın, bu səsdə ən böyük dəlil ki, bu Azərbaycan xalqını kafir görür. Baxın, indi baxın. Göndərdim axı sənə. Cahillik üzürdürmü? Dərsinə qulaq az, cahilliyi biz də üzür görürük. Burada söhbət cahillikdən getmir. Burada söhbət sıravi bir Azərbaycanlının şirk küfür etməsindən gedir söhbət. Əgər adam şirk küfür edirsə, vəssalam, sən onu necə müsəlman deyə bilərsən? İndi gördünüz, sıravi bir Azərbaycan. Çünki bunlar sıravi bir Azərbaycanı müşrik kafir görürlər. Ona görə burada bu ne edir? O müsəlman olmalıdır, araşdırmalısan, soruşmalısan, müşrik kafir kəsəni yemək olmaz. Eyni təkfirçilərin mənhəcini, metodunu tətbiq edir və bunu haqq din kimi alimlər adından yalandan yayır. Çünki bu insan, baxın, adi Azərbaycanlını kafir görür bu Azərbaycanları. Subhanallah. Yəni, la ilahe. Bu da bunun öz səsi, yəni başqasının səsi deyil. Əbədi cəhənnəmə düşəcəyinə barədə heç nə demirik biz. Ona hökm vermirik, bizim ixtiyarımız satmır. O artıq qalır Allahın istəyi altında. Fitrət əhlidir. Baxın, açıq-aşkar öz səsi. Bu özü gizli təbliğatıdır. Yəni Azərbaycan xalqı fitrət əhlidir. Yəni nə demək fitrət əhli? Onlara nə peyğəmbər gəlib, nə vəhiy gəlib. Bu dünyada hökmləri kafirdir. Axirətdə Allah'a qalıb, imtahan edəcək. Ona görə bu belə fırladır ki, Azərbaycanda kəsilən heyvan ətlərini yemək olmaz. Niyə görə? Çünki deyirsən, necə yeyə bilərsən müşrikin, kafirin kəsdiyini. Görün, bu Azərbaycan xalqını təkfir edir və yenə ət məsələsini ortaya atmaqla görün bu şərbaz insanlara necə azdırır və təkfirçilərin mənhəcini, metodunu yenidən yayır və insanlar şübhəyə salır və ölkəmizdə təkfirçilik gündən günə nədir? Artır, güclənir. Bu
10 ilə yaxın yox idi, təkfirçilik sıfır enmişdi. Ölkəmizə gələndən sonra yenidən təkfirçilik fitnəsi qalxdı və bu gün də bir daha sübut elədik, bu adam təkfirçidir. Azərbaycan xalqını kafir görür, Azərbaycan xalqını müşrik adlandırır. Bu da bunun əvvəlki səsi, 7 ay əvvəlki səsi, bugünkü səsi o ət məsələsində və həmçinin Azərbaycan xalqını fitrət əhli adlandırması, yəni müşrik, yəni şirk elədi, bir küfr elədi və salam. Mən ona necə müsəlman deyib. Ona görə özünüzü, ailənizi qoruyun. Bu ölkəmizdə insanları təkfirçiliyə yönləndirir. Bu önünə hədəf qoyub ki, insanları təkfirçiliyə yönləndirir və Azərbaycanda təkfirçilik ordusunu gücləndirmək, o təkfirçiliyə ki, o böyük kütlə ki, rəhbərimizə, ölkəmizə, dövlətçimizə, xalqımıza, polisimizə, ordumuza kafir deyirlər, məscid imamlarına kafir deyirlər, tağut adlandırırlar və bu da ölkəmizdə Allah bunun şərrindən qorusun, Allah bunun kökünü kəssin və bu təkfirçilərin lideri deyib, baxın insanları necə azdırır. Allah bunun şərrindən qorusun, hamınız dua eləyin, təhlükə çox böyüdür, balalarınız əldən gedəcək. Bu fitnəbaz, şərbaz elə belə qayıtmayıb ölkəmizə.